Salam, hər vaxtınız xeyir olsun. Deməli, əziz şagirdlər, bugünkü mövzumuz olacaq kimyəvi birləşmələr. Bəzi məlumatları dərsdə verdim, amma bəzi hissələri də istəyirəm təkrar olaraq yenidən deyək. Ümumiyyətlə var birləşmələr və var elementlər. Deməli, uşaqlar, birləşmələr və elementlər. Birləşmə deyiriksə, burada ən azı 2 və daha artıq növ element olmalıdır. Məsələn, deyək ki, kalsium CO3, NO2, H2O, yəni bunların hamısı birləşmə sayılır. Amma biri də var deyirik ki, məsələn, H2, O2, sonra xlor 2, bir atomlu elementlər var. Məsələn, helium, bir atomlu elementlər, natrium, kalsium. Yəni, eyni növdür də belə deyək. Eyni zamanda O3, S8, P4, S8 kristallik kükürdür, P4 ağ fosfordur, O3 isə azondur. 3 atom olmasına baxmayaraq element hesab olunur. 8 atom olmasına baxmayaraq element hesab olunur. Çünki yalnız kükürddən ya da yalnız fosfordan deməli düzəlib də hazırlanıb belə. Belə, yəni elementlərlə birləşmələri artıq tanıdıq. Yəni eyni növ olarsa element olacaq, müxtəlif növ olarsa birləşmələr olacaq. Belə. Sonra uşaqlar, birləşmə nə ilə ifadə olunur? Nə ilə biz yazırıq? Formulla yazırıq. Bəs elementləri nə ilə yazırıq? Simvolla. Simvolla qeyd edəcəyik. Burada nəyi bilməliyik? Burada atomların say nisbətindən danışaq. Atomun say nisbəti. Atomun say nisbəti nə deməkdir? Məsələn, kalsium CO3 yazıram. Kalsium 1 ədəd, karbon 1 ədəd, oksigen 3 ədəddir. Yəni, atomun say nisbəti necədir? 1, 1, 3. Ya da məsələn, silisium O2 verir və deyir ki, silisiumla oksigen hansı say nisbətində birləşiblər? O zaman nə deyirsiniz? 1-in 2-yə nisbətində. Niyə? Çünki silisium 1 ədəddir, oksigen 2 ədəddir. Ona görə 1-in 2-yə nisbətində. Bəzən ola bilər ki, məsələn, tutaq ki, kalsium SO4 yazaq. Burada yenə də kalsium 1 dənə, kükürd oldu 1 dənə, oksigen də 4 dənə. Bu şəkildə yaza bilər. Yəni, burada 2 dənə, çünki 2 element var. Burada isə 3 element olduğuna görə, 3 növ element olduğuna görə 3 atom şəklində, 3 nisbət şəklində yazırıq. Və uşaqlar, əgər soruşulsa ki, burada neçə atom var? O zaman deyirik 1, 1, 2, o da 4, 6 atom var. 6 atomdan təşkil olunub. Belə. Sonra, burada biz nəyi bilməliyik uşaqlar? Burada biz tanımalıyıq H2O, yəni suyun formulu. Suyun formulunu tanımalıyıq. Daha sonra, məsələn, bax, silisium O2 yazırıq. Bu nəyin formuludur uşaqlar? Bu həm qumun formuludur, həm də şüşənin formuludur. Həm qum, həm də şüşə. Hansı say nisbətində birləşib? 1-in 2-yə nisbətdə. Sonra, mən dərsdə də başa saldım. Bir də deyirəm, oksid deyəndə nəyi başa düşürük? Oksid deyəndə, yəni orada 2 növ element olsun. 2 növ element olsun. Amma bu 2 növdən biri mütləq oksigen olsun. Mütləq oksigen olsun. Məsələn, kalsium oksid, magnezium oksid, natrium 2O ya da məsələn, kalium 2O ya da SO2, SO3 bu şəkildə yazıram. İndi baxıram uşaqlar. Əgər metal oksididirsə,
yəni metal üstəgəl oksigendirsə, bunu adlandıranda, məsələn, kalsium oksid metaldır da, kalsium. Bunu adlandıranda necə yazırıq? Məsələn, tutaq ki, kalsium oksid. Burada məsələn yazırıq magnezyum oksid. Magnezyum oksid. Sonra məsələn bax burada yenə də natrium nədir? Metaldır. O zaman deyirik natrium oksid. Natrium oksid bu şəkildə yazdım. Bir də burada da yenə də yazıram kalium oksid. Kalium oksid. Bu şəkildə yazdıq uşaqlar. Amma məsələn, yəni yenə də deyirəm, metalın adı üstəgəl oksid sözü. Əslində burada əgər dəyişkən valentlidirsə, valentliyində demək lazımdır. Amma valentlik sizin dərsliyinizdə olmadığına görə sizə çox güman ki, elə sabit valentlilər veriləcək. Ona görə də elə sadəcə metalın adı və oksid sözünü deyirsiniz və salam. Amma uşaqlar, qeyri-metal olanda yazıram bax, qeyri-metal üstəgəl oksigen. Məsələn, bu belə olanda necə adlandırırıq? Deməli, 1 olanda oksigen deyirik monooksid. 2 olanda oksigen deyirik deməli dioksid. 3-dürsə deyirəm məsələn trioksid. 4-dürsə tetra. 5-dirsə o zaman penta. Elə bu 5-ini əzbərləsəz bəsdir. Mono, di, tri, tetra, penta. Bu şəkildə. Demək, qeyri-metaldırsa, birinci necə adlandırırıq? Birinci, qeyri-metalın adı üstəgəl həmin bu mono, di, tri, penta bu oksid. Əgər qeyri-metaldırsa. Məsələn, SO2-ni gəlin adlandıraq. SO2-ni adlandıraq. Yazıram kükürt. Neçə dənə oksigen? 2 dənə. Yazıram kükürt dioksid. Kükürt dioksid. Aydındır. Sonra məsələn burada deyirəm kükürt trioksid. Kükürt trioksid. Belə. Sonra məsələn bax yazıram ki NO2. Məsələn, nə qədər burada oksigen var? 2 dənə. Deməli, 2-yə nə demişdik? Di. Yazıram azot dioksid. Azot dioksid. Bu şəkildə yazırıq uşaqlar. Vəssalam. Bu oksid sözü oldu. Yəni, oksidi başa saldım daha doğrusu. Sonra bax, burada qarşımıza çıxacaq məsələn, qarşımıza çıxacaq tutaq ki, kalsium SO4. Uşaqlar, SO4 hissəni harada görsəz, buna nə deyəcəyik? Sulfat. Metalın adı və sulfat. Məsələn, adlandıraq indi bunu. Kalsium demək sulfat. Kalsium sulfat. Bu şəkildə adlandırırıq. Deməli, SO4 hissə harada görsəz, sulfat deyəcəksiniz. Niyə görə uşaqlar? Çünki öyrənəcəksiniz H2SO4 sulfat turşusudur. Sulfat turşusudur. H2SO4 sulfat turşusudur. Ona görə SO4 hissəni görən kimi bilirik ki, yəni sulfat sözünü orada mütləq deməliyik. Tutaq ki, yazıram natrium 2SO4. Metalın adını deyirəm. Birinci metalın adını deyirəm.
natrium sulfat. Belə. Yəni SO4-ü bildiniz. SO4 belə. Buradan da yazım. Bu hissə oldu SO4 hissə. Yəni nədən qalıqdır bu? H2SO4-dən. İndi nə deyəcəm? H xlorun qalığı olan xlor hissə olarsa, biz buna nə deyəcəyik? Xlorid. Xlorid. Məsələn, natrium Cl. Bu xörək duzunun formuludur həm də. Deyirəm, natrium xlorid. Natrium xlorid məsələn. Ya da məsələn, kalsium xlor 2. Deyirəm, kalsium xlorid. Belə. Bu şəkildə qeyd edirik uşaqlar. Xlorid isə mütləq qeyd edirik. Yəni biz nəyi öyrəndik? Sulfat hissəni öyrəndik. Xloridi öyrəndik. Sonra üçüncü mən deyirəm, üçüncü öyrənməliyik biz nəyi? Nitrat hissəni. Nitrat. HNO3-dən qalan NO3 hissə. Yəni NO3 hissə olmalıdır. Buna nə deyəcəyik? Nitrat hissə. Nitrat. Məsələn, uşaqlar, məsələn, tutaq ki, kalium NO3. Necə deyirik buna? Kalium nitrat. Kalium nitrat. Bu şəkildə qeyd edirik. Belə. Sonra nə deyəcəkdim sizə uşaqlar? Deməli, var atomlardan təşkil olunan birləşmələr, molekullar var. İyonlardan və molekullardan təşkil olunanlar. Məsələn, bax, bunu yadda saxlayırıq. Məsələn, silisium O2-dir. Sonra H2 silisium O3'dür. O3'dür məsələn. Bunlar atomdan təşkil olunublar. Bax, yazıram bura. Demək, nədən təşkil olundu? Atomdan təşkil olundu. Amma uşaqlar, məsələn, bax, SO2, SO3, CO2, CO, sonra məsələn NO2. Bunların hamısı nədən təşkil olundu? Molekuldan. Molekuldan təşkil olunub bu birləşmələr. Bir də var, məsələn, metal olan. Məsələn, tutaq ki, yazaq bunu. Məsələn, tutaq ki, natrium xlor. Sonra kalium iodid. Kalsium bromid məsələn. Bunlar nədən təşkil olunublar? İyondan. İyondan. Deməli, var atomdan təşkil olunanlar, molekuldan və iyondan təşkil olunanlar. Bu, hansısa iş dəftərində hansısa sualda var, qarşıma çıxıb. Siz də yazarsınız uşaqlar. Sonra məşhur birləşmələrin adlarını qeyd eləmək istəyirəm. Dərsliyinizdə var, səhifə 54-də. Deməli, bax, CO adı olacaq dəm qazı. Dəm qazı zəhərlidir uşaqlar, dəm qazı. CO-ya həm də deyəcəyik karbon monoksid. Karbon monoksid məsələn. Dəm qazıdır bu. Niyə mono dedik? Çünki oksigenin sayı 1-dir. Sonra CO2 var. Bu olacaq karbon qazı. Karbon qazı. Başqa cür adı karbon dioksid. Karbon dioksid. Sonra uşaqlar, deməli, karbon qazı dedik. Sonra var NH3. Bu nədir? Ammonyak. Ammonyak. Orada bir neçə maddə var yenə də. Onları əzbərləyərsiniz. CH4-dür, məsələn, metan. Metan həm də deməli, təbii qazın
təbii qazın əsas tərkib hissəsidir. Təbii qaz bilirsiniz nədir? Mətbəxdə istifadə etdiyiniz qazdır. Sonra uşaqlar, deməli, burada məsələn öyrəndiklərinizi yoxlayın hissədə belə bir şey verib. Deyir ki, məsələn, SO2-nin də adını deyin deyir. Barium oksid bunda adını deyin. Və deyir 3 eyni atomun sayının tri ilə ifadə olunduğunu nəzərə alaraq SO3-ü adlandırın. SO3-ün də adını deyir. Soruşur. SO2-nin adı nə oldu? Bayaq dedik kükürt. Yazdım kükürt sözünü. Neçədən oksigen var? 2. O zaman yazırıq. Dioksid. Barium nədir? Metaldır. Ona görə dimono olmayacaq. Yazıram. Barium oksid. Barium oksid. SO3'e nə deyəcəm? Kükürt. Neçədən oksigen var? 3 dənə. 3'e nə deyirdi? Trioksid. Trioksid. Bu şəkildə yazırıq. Sonra uşaqlar, sınaqda da belə tipdə şeylər düşür, onu qeyd edeyim. Deməli, bax, var CO və var CO bu şəkildə. Balacadırsa o, bu olacaq kobalt. Kobalt elementdir. Elementdir. Amacı o dəm qazıdır. Dəm qazı. Yəni belə. Sonra məsələn varcısı biri var. Deməli. Biri var C balaca ilə. Bu olanda buna deyirik sezyum. Yəni bu nədir? Element. Elementdir. Bu nədir? Birləşmə. Belə, bu da hansı sınaqda keçən il düşmüşdü. Belə uşaqlar. Sonra nə deyəcəm? Məişətdə istifadə edən mühüm kimyəvi birləşmələrdən baxaq. Bir də burada baxıram. Kalsium karbonat var. Bax, adlandırma hissədə bunu da istəyirəm. Bu haqda da danışaq. Məsələn, kalsium CO3 yazıram. Kalsium CO3 hansı hissə idi? H2CO3 karbonat turşusudur. Karbonat. Və CO3 hissəni harada görsəz, bilin ki, karbonatdan gələn hissədir. Metalın adını deyirəm. Məsələn, kalsium və CO3-ün adı nə idi? Karbonat. Karbonat. Kalsium karbonat. Belə, bu şəkildə qeyd edirəm. Sonra orada sizə çətin gələ bilər. H2 onu yəqin ki, bilirsiniz artıq sudur. Kalsium xlor 2 heç, onu bilərsiniz. Bir də burada natrium 2 SO4 var. SO4 isə hardan gəlməkdir? Sulfatdan. Nə edirdi? Metalın adını yazırıq. Natrium sulfat. Bu şəkildə qeyd edirik. Daha sonra gəlir dərsimiz, deməli, məişətdə istifadə olunan mühüm kimyəvi birləşmələr. Bu haqda danışaq. Deməli, ən mühüm kimyəvi birləşmələrdən biri xörək duzudur. Yazıram formulun. Natrium xlorid. Bu nə oldu? Xörək duzu oldu. Xörək duzu. Deməli, uşaqlar, xörək duzu oldu birləşmə və burada əsas nəyi bilməliyik? Birinci, yemək bişirilmə sözü həmişə axtarın testlərdə. Çünki yemək bişirilməsində istifadə olunur. İkinci, konservləşdirmə. Keçən il düşmüşdü bu sual. Konservləşdirmə. Konservləşdirmə sözünü axtarın həmişə xörək duzunda. Ağ rənglidir, suda yaxşı həll olur. Bunlar kitabda var, özünüz başa düşəcəksiniz. Konservləşdirmə sözünü bir burada görəcəksiniz xörək duzunda. Bir də harda görəcəksiniz? CH3COOH. Bu nədir uşaqlar? Sirkə turşusu. Sirkə turşusu. Burada da, bax, mütləq deyəcəyik burada. Deməli, konservləşdirmə sözünü burada da deyirik. Konservləşdirmə.
Mütləq konservləşdirmə sözü burada da var. Yəni ola bilsin soruşar ki, hər iki maddə konservləşdirmədə istifadə olunur. Seçirik orada xörək duzu ilə sirkə turşusunu. Belə, sirkə turşusu da adi şəraitdə mayedir. Formulunu da verdik. Adi şəraitdə maye olmasını da bilin. Sonra uşaqlar çay sodasından danışaq. Çay sodası. Çay sodasının formulunu yazıram. Natrium H, CO3. Bu nədir? Soda. Sodada mütləq ki bilməliyik ki, soda şirniyyatın bişirilməsinə, çörəyin bişirilməsinə çox mühüm rol oynayır və orada şirniyyatı, xəmiri şişirdən, belə deyək də, həcmini artıran qaz nədir? Mütləq ki, karbon qazı. Sodanın üzərinə limon suyu, limon turşusu, belə deyək də, limon sıxsaq, karbon qazının çıxdığını açıq şəkildə görərik. Soda deyəndə tez ağlınıza gəlsin. Ağdı, suda həlli olandı. Bax, xörək duzu da suda həlli olurdu. Natrium xlor da suda həlli olur. Sirkə turşusu suda həlli olur. Soda da suda həlli olur. Yəni, bunları mütləq qeyd edirsiniz ki, bu da həlli olur. Amma ağ rənglidir, bəlkə bunu da qeyd edin. Sonra uşaqlar, biz nə deyəcəyik burada? Şəkərin adını çəkək. Şəkər necədir? C12, H22, O11. Adı nədir? Şəkər. Adı şəkərdir. Sonra dedik ki, ağ rənglidir, şirin dada malikdir. Bu şəkildə qeyd edeyim. Yəni, bizim normal yediyimiz adi qəndin formuludur da, belə deyək. Sonra uşaqlar, bax, ağ rənglilər içində, digər, orada suallarda var idi, keçən sınava düşmüşdü. Ağ rəngli maddələr şəkərdir, sodadır, duzdur. Belə. Sonra həlledici kimi istifadə olunan birləşmə var. Aseton, C3H6O. Bu nə olacaq? Aseton. Aseton. Maye haldadır, suda yaxşı həll olur. Xarakterik iyi var uşaqlar. Uçucu mayedir. Həqiqətən də ağzını açıq qoyanda müəyyən vaxtdan görəcəksiniz ki, deməli, uçur da, buxarlanır. Burada nədən istifadə olunur? Əsas nəyə fikir verib? Boya ləkələrinin çıxarılmasına. Yazıram bura boya sözü. Yəni, boyanın, deməli, boya sözünü mütləq axtarın. Boyanı yaxşı həll edir. Boyanı silmək üçün, boya ləkələrinin təmizlənməsi üçün istifadə olunur. Sonra nədən yazırıq? Deməli, etil spirti. C2H5 OH. Bunun adı nə oldu? Etil spirti. Etil spirti. Və eyni zamanda tibbi spirt də deyirlər buna. Tibbi spirt. Tibbi spirt deyəndə nəyi başa düşürük uşaqlar? Yəni, etil spirti də aseton kimi xarakterik iyili olur uşaqlar, kəskin biyləri olur qəribə. Suda yaxşı həlli olur və formulunda deyirik. Bu tipdə suallar necə düşür bu birləşmələr haqqında? Məsələn, vermir formul, deyir ki, asetonda nə qədər proton var? Siz fikirləşirsiniz, asetonun formulu necə idi? C3H6O. Orada testdə verilməlidir. Bu formada veriləcək 8-16, hidrogen 1-1 məsələn. Proton demir. Baxırsınız ki, karbon nə qədərdir? 3 dənə. Birində 6 protondur, üçündə 3 vur 6. Üstə gəl. Hidrogen 6 dənədir. Hidrogenin birində 1 protondur. 6 vurulsun 1, üstə gəl. 8, oksigende 1 dənədir. 8 vurulsun 1. 3, 6, 18, 6 və 8. Neçə olacaq? 32 olmalıdır. Bəli. 32 proton var. Proton. Yəni, bu şəkildə düşə bilər. Neutron soruşa bilər. Yəni, siz formulları bilsəz, onu rahatlıqla həll edə biləcəksiniz. Sonra var naşatır spirti. NH4OH. Deməli, NH4OH-ı yazaq. Bunun adı nə olacaq? Naşatır spirti. Naşatır spirti haqqında bayaq danışdım. Bilirik də insan, məsələn, ürəyə gedən insan, halı xarab olan insana yaxınlaşdırırsınız, oyanır, ayılmağına kömək olur. Əsl spirtdimi? Xeyr, sadəcə olaraq demək, naşatır spirti deyirlər də buna tarixi adı olaraq. Əsl adı isə ammonium hidroksiddir.
Bu ağzı açıq saxlayanda çox tez parçalanır NH3-ə, bir də H2O-ya. Əslində onun kəskinliyi verən NH3-dür. NH3 nəyin formulu idi? Amonyak. Amonyakın formuludur. Sonra var hidrogen peroksid. Hidrogen peroksid necə yazılır? H2O2. Hidrogen peroksiddə neçə atom var? 2, 2, 4 dənə atom var. Hidrogen peroksiddən harda istifadə olunur? Bakteriyaları öldürmək üçün, diş əti qanamasının qarşısını almaq üçün, bir də boğaz ağrısı üçün istifadə olunur. Belə uşaqlar, bu da oldu bizim məişətdə ən çox istifadə olunanlar. Və son dərsimizə gəlirəm. Təbiətdə sərbəst şəkildə tapılan mühüm birləşmələri yazaq. Deməli, təbiətdə tapılan bilsiz nə deməkdir? Yəni ki, təbiətdə bu artıq ya qazıntı sayəsində tapılır, ya təbii birləşmələrdən də söhbət gedir burada. Belə. Burada nə öyrənəcəyik? Biz fosil yanacaq sözü. Təbiətdən hər halda keçmisiniz. Fosil yanacaq kəlməsini işlədəcəyik burada. Fosil yanacaq deyəndə nəyi başa düşürük? Yəni, məsələn, təbii qaz, yəni sual olunur ki, nələr fosil yanacaqdır? Təbii qaz deyirik, neft deyirik, neft. Sonra daş kömür. Daş kömür. Təbii qaz, neft, daş kömür. Belə. Bunlar fosil yanacaq hesab olunacaq. Başqa fosil yanacaqlar da var uşaqlar. Sadəcə olaraq biz əsasən bunlardan istifadə edəcəyik. Fosil yanacaqlarda 3 formada olur uşaqlar. 3 formada olur. Deməli, bərk, qaz və maye halda olur. Qazı bilirik də adi təbii qazdır istifadə etdiyimiz təbii qaz. Bərk olacaq məsələn daş kömür. Daş kömür. Maye halda isə neftdə həmçinin yanacaqdır. Məsələn, neftdən benzin alırlar, kerosin alırlar. Bunlar da yanacaq kimi istifadə olunur. Məsələn, dizel yanacaqları alırlar, mühərrik yağları alırlar. Belə uşaqlar, bunların hamısı maye halda olacaq. Sonra biz burada öyrənəcəyik suxurlardan danışacağıq, suxurları öyrənəcəyik. Suxurları məncə təbiətdən də sizə tanış olmalıdır. Yazırıq suxurlar. Suxurlar 3 yerə bölünür uşaqlar. Hansılardır? Yazıram. Magmatik. Magmatik suxurlar. Sonra var çökmə suxurlar. Çökmə suxurlar. Bir də var metamorfik. Metamorfik suxurlar. Metamorfik suxurlar. Deməli, metamorfik suxurlar. Deməli, uşaqlar, bunlar haqqında biraz danışaq. Magmatik suxur haqqında danışanda burada mütləq ki, bilməliyik ki, bunların formulu olacaq silisium O2. Mütləq. Magmatik suxurlar. Magmatik suxur necə yaranır? Bax, bu vulkan püskürməsi nəticəsində lava yer səthinə çıxır. Sonra soyuyur, lava qaynar olur axı. Sonra soyuyur və bərkiyir, daşlaşır da belə deyək. Həmin o bərkiyəndən sonra magmatik suxurlar əmələ gəlir. Və magmatik suxurlar çox davamlı olur və sərt olur. Magmatik suxurların formulu deyəndə silisium O2-nin adını çəkirik. Və bura nələrə aiddir? Obsidian. İkinci qranit. Üçüncü bazalt. Yəni üçünü əsasən deyirik. Yəni bunların da hər birinin şəkli var kitabda. Mütləq ona baxın. Və bilməlisiniz ki, bunlar çox belə deyək də davamlı olurlar. Yer kürəsində geniş yayılıblar uşaqlar və davamlı və sərt olduğuna görə bunlardan inşaat işlərində, təmir zamanı, bəzi abidələrin düzəlməyində, heykəllərin hazırlanmasında istifadə olunur. Daha sonra gəlir çökmə suxurlar. Çökmə suxurlardan ikisinin adını çəkə bilirik. Biri qum daşıdır. Qum daşı. Bunun formulu silisium O2-dir. O birisi isə uşaqlar əhəng daşıdır.
əhəng daşı. Əhəng daşının formulu kalsium CO3-dür. Uşaqlar, əhəng daşı çox davamsızdır, yumşaqdır. Əhəngi bilirsiniz də, yəqin ki, nə zaman istifadə olunur əhəng daşı? Məsələn, ağacların dibinə vururlar, həşəratlardan, böcəklərdən qorunmaq üçün. Əhəng belə ağ rəngli olur. Deməli, çökmə süxur necə yaranır? Bax, həmin maqmatik süxur ki var idi. Dedik ki, lava çıxır yerin səthinə, soyuyur, bərkir. Bu nə baş verir? Həmin o bərkiyən süxurlar müəyyən vaxtdan sonra illərlə küləyin, yağışın təsirindən parçalanırlar və yavaş-yavaş külək onu, belə deyək də, başqa ərazilərə aparır. Düzənlik ərazilərdə daşınır, sonra onlar da heyvan, bitki ölüləri ilə, qalıqları ilə birləşir. Artıq yaranır orada çökmə süxur. O da nələr aiddir? Qum daşı ilə əhəng daşı. Belə, bunları dedik. Bir də var metamorfik süxurlar. Metamorfik süxurlar çox dayanıqlıdır. Çökməklə maqmatik süxurun, metamorfik süxurlar çökmə süxurla, deməli, maqmatik süxurun sıxılmasından əmələ gəlir. Daha bərkdir, daha möhkəmdir uşaqlar. Daha da möhkəmdir. Və buna misal göstərərik biz mərməri. Mərmər. Mərmərin formulu da kalsium CO3-dür. Amma yadda saxlayaq. Bax, mərmər əhəng daşından daha möhkəm və daha dayanıqlıdır. Belə. Bax, burada sual var. Əhəng daşı ilə mərmər verib, belə bir şey verib. Belə. Bura deyir əhəng daşı. Əhəng daşı. Burada deyir mərmər. 61-ci səhifədə öyrəndiklərinizi yoxlayın. Deyir, davamlı və bərkdir. Mərmərə deyirik. Məsaməlidir, əhəng daşına deyirik. Əsas tərkib hissəsi kalsium karbonatda hər üçünə deyirik. Deməli, əhəng daşı həm də necədir? Məsaməlidir. Belə uşaqlar, dərsimiz bu qədər. Bir də orada elm, texnologiya, həyat var. Oranı da mütləq oxuyun ki, nə isə məlumatınız olsun. Çünki kitabın hər bir, belə deyək də, küncündə, bucağında nə varsa düşür. Burada nədən danışacağıq biz? İstixana effekti, parnik effektindən danışacağıq. Bu nə deməkdir? Günəş, uşaqlar, günəş yer kürəsini isidir. Yəni, günəş, belə deyək də, enerjisini verir yer kürəsinə. Və daha sonra yerdən həmin o istilik, enerji müəyyən vaxtdan sonra günəşə qayıtmalıdır. Amma havada, məsələn, karbon qazı varsa, su buxarları varsa, əsasən də karbon qazı varsa, həmin o karbon qazı tutub saxlayır bu istiliyi, enerjini. Təkrar qaytarır yerə. Əslində bu pis hal deyil. Necə pis hal deyil? Yəni, normada zərər deyil. Yəni, əslində bu olmasaydı, istixana effekti olmasaydı, yer kürəsində hava çox soyuq olardı, mənfi olardı. Amma sırf istixana effektinin hesabına, bu karbon qazının və digər qazların hesabına yer kürəmiz biraz isinir, isti qalır. Görürsünüz, daha da soyuq olmur. Amma uşaqlar, zavodların, fabriklərin, eləcə də maşınların tüstüsü, çirkabı, çirkli qazları çoxaldır. Yəni, əvvəllər məsələn daha az idisə, indi daha da çoxdur molekullardır. Və bunlar da hər biri istiliyi özündə saxlayır, müəyyən vaxtdan sonra qaytarır yerə. Ona görə də həddindən artıq istilər başlayır. Ona görə deyilir ki, bu zavodların, fabriklərin tüstüsü havanı qlobal istiləşməyə səbəb olur. Belə, bunu mütləq şəkildə bilin, ona görə də çirkləndirmək olmaz. Yəni, bununla bağlı bir sual verə bilərlər. 65-ci səhifədə zəhərlənməyə aid şəkillər var. Baş ağrı, ürək bulanma, baş gicəllənmə, öskürək, halsızlıq, bayılma.